Salam əziz dostlar, yeni unboxing videoma xoş gəldiniz. Bu videoda mənim yeni mikrofonum ilə tanış olursunuz. Mən bu mikrofon ilə gələcəkdə videolarımı çəkəcəm. Çünki belə mikrofon ki, hal-hazırda var, Rode mikrofonu sevmirəm. Bir videoda çəkdim o barədə. Keyfiyyət yaxşı deyil. Ona görə mən istəyirdim ki, bir mikrofon alım ki, həm keyfiyyəti daha yaxşı olsun, həm qiyməti daha münasib olsun və həm də ki, podcast formasında olsun. Yəni belə mikrofonlar ki, podcastda istifadə edirlər. Və çox çətin bu möhtəşəm modeli tapdım. Adı Maono P200W'dur. Niyə deyirəm ki, möhtəşəm, niyə deyirəm ki, çox harikadır? Çünki mikrofonlar belədir ümumiyyətlə. Əgər ki, siz də podcast çəkmək istəsəz ya belə videolar sizin üçün maraqlı olsa, bu böyük mikrofonlar ki, professional mikrofonlardılar. Bu mikrofonlar həmişə bir dənə audio kart da almalısınız. Onun üçün ki, professional işləmək lazımdır onunla, onu edit eləmək və onu bağlamaq kompüterinizə. Çünki siz həmişə bu podcastlara ki, baxırsınız, ayrı-ayrı çəkirlər. Yəni, kamera özü üçün çəkir, o mikrofon ya mikrofon özü üçün çəkir. Sonra bunları bir-birinə bağlayırlar və düzəliş edirlər və sonra render edirlər, sistemdən çıxarırlar. Amma mənim üçün biraz çətindir. Həm də o barədə çox bilmirəm ki, necə səs düzəltmək lazımdır. Eyni zamanda da bu qədər çətin işləmək istəmirəm. Yəni istəyirəm ki, birbaşa telefonumu bağlayayım mikrofonuma və bu biraz çətindir. Çünki belə mikrofonlar, çünki böyükdür, həmişə lazımdır ki, birbaşa bağlasınlar bir sistemə. Amma bu model ki, adı P200W'dur, çox xüsusi bir modeldir. Çünki hətta USB ilə də işləmir. Bunun üçün dangle'lar var. Siz onu bağlayırsınız telefonunuza. Şnursuz şəkildə səsinizi yaza bilərsiniz, videonuzu çəkə bilərsiniz, birbaşa telefonuna bağlaya bilərsiniz. İndi də videoda sizə göstərirəm ki, boxda nə xəbərdir. Və eyni zamanda ki, qutunu açıram, sizin üçün izahat verirəm ki, bu necə bir mikrofondur. Bu mikrofonun qiyməti çox yaxşıdır və təqribən mən onu $100 almışam. Əslində Avropada qiyməti $125 qədər gedir. Bu brend Azərbaycanda da var. Əslində Çin malıdır, amma çox keyfiyyəli bir brenddir. Yəni siz onu belə təsəvvür edə bilmirsiniz ki, məsələn Çinli malıdır. Çox keyfiyyəli bir malıdır. Təqribən 10 ildir ki, bu sahədə məşğuldur və çox keyfiyyəli mikrofonlar istehsal edir. Həm belə böyük mikrofonlar, şnurlu, həm də audio kart, həm də o mikrofonlar ki, USB ilə kompüterə bağlanır və bu gözəl mikrofon ki, birbaşa, bir dangle, bir balaca şeydir ki, indi göstərirəm videoda da. Onu bağlayırsınız telefonunuza və belə də video çəkə bilərsiniz. Nələr var? Bir odur ki, 60 metrə qədər uzağa gedə bilərsiniz telefonunuzdan və bu çox önəmli və çox gözəl bir şeydir ki, yəni bu məsafəyə qədər video çəkə bilərsiniz. İkinci şey noise cancellation'dır ki, əgər ki, məsələn, sizin otağınız çox bağlı olmasa, səs eko versə ya pəncərədən səs gəlsə, bu mikrofon o səsləri silinir və ancaq sizin səsinizi saxlayır video çəkəndə. Həm də 3.5 mm jack var. O nədir? O balaca deşik var idi ki, əvvəlcə telefonlarda, köhnə telefonlarda var idi ki, naujniki bağlanırdınız ona. Hal-hazırda daha çox onu kameralar hələ istifadə edir. Telefonlar Type-C oldu və ondan istifadə eləmirlər. Amma burada da var, əgər ki, kameranız olsa bağlamaq istəsəz. Çox gözəl və user-friendly sistemi də var ki, siz bağlaya bilərsiniz, yəni yükləyə bilərsiniz kompüterinizdə və sistemdə idarə edə bilərsiniz vəziyyəti ki, sistem necə işləyir. One Touch Mute də var. Məsələn, live video çəkirsiniz, istəyirsiniz birdən nəsə, kimsə sizi çağırır ya nəsə baş verir, istəyirsiniz tez mute eləyin ki, live-da hamı baxmasın ya eşitməsin. Bir dənə touch ilə onu saxlaya bilərsiniz. Bir dənə əl vurursunuz və saxlanır səsi. Çox gözəl bağlanır həm telefona, həm planşetə, həm kameraya, həm kompüterə və çox sadə şəkildə işləyə bilərsiniz. Bu mikrofon çox gözəl mikrofondur. Mən bundan əvvəl də çox köhnə videolarımda baxa bilərsiniz. Bir podcast
mikrofonu vardı Azərbaycanda, o da mono idi. Hamınıza məsləhət verirəm, əgər səs yazmaq istəyirsinizsə, əgər biznesiniz üçün mikrofon istəyirsinizsə, nəsə profesional şəkildə bir səs yazmaq istəyirsinizsə, danışmaq istəyirsinizsə, bu mikrofon çox gözəldir, qiyməti ilə yəni sərf eləyir. Çox dəyərli bir mikrofondur. Hamınıza məsləhət verirəm ki, alın, istifadə edin. Siz nə düşünürsünüz? Mənim üçün kommentdə yazın. Siz belə sistemlərdən, belə mövzulardan xoşunuz gəlir yoxsa yox, mənim üçün maraqlıdır və bundan sonra da inşallah bu mikrofon ilə daha keyfiyyəli və daha gözəl videolar çəkirəm ki, sizin üçün daha rahat və yəni daha qəşəng olsun, daha keyfiyyəli olsun səsiniz. Fikriniz mənim üçün çox dəyərlidir. Zəhmət olmasa yorum hissəsində yazın, fikrinizi yazın, hamısını baxacağam və hansı gadgetlər, mikrofonlar, telefonlar sizin üçün maraqlıdır, kompüterlər, mənim üçün adları yazın, sizin üçün mütləq video çəkəcəm o barədə də. Gələcəkdə, hələ çox özün gələcəkdə yox, amma bu həftədə yeni IQOO telefonu və yeni Oppo telefon barədə ki, hələ dünyada yoxdur. Video çəkmişəm, sizin üçün onu da paylaşıram. Mütləq baxın. Hər yerdən əvvəl mənim kanalımda bu xəbərləri görə bilərsiniz. Özünüzə yaxşı baxın. Sağ olun.